İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu'nun diplomu da ləğv edilib. Bəli, bunu bizim media xəbər verir ki, bununla bağlı qərarı İstanbul Universiteti qəbul edib. Qərarlı Ali Təhsil Qurumu İmamoğlu'nu vaxtilə Şimali Kiprirdəki Girne Amerikan Universitetində İstanbul Universitetinə keçdiyini qanunsuz olması barədə rəy verib. Yəni Kiprdən köçürülüb Amerikaya. Amerikan Universiteti. İstanbul Universitetinin təftiş komissiyası da diplomunun ləğvi barədə qərar qəbul edib. Bəli. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu'nun diplomu ləğv edilib və bu qanunu salib. Təbii ki, dövlət tərəfindən edilib bu və diplom bir universitetdən digər universitetə keçməsini qanunsuz olması barədə də rəy verilib artıq.